Değerli Avtop kanalı izləyiciləri, hər birinizi salamlayırıq. Yeni videomuz xoş gəlmisiniz. Dostlar, birinci videomuzda yenə çıxmışıq Sumqayıt maşın bazarına və buradan sizin üçün belə bir avtomobil göstərmək istəyirəm. Bu videoda Vito'lar olacaq və belə bir Hyundai H1 tapdım. Bu da maraqlı ola bilər sizə. Zəhmət olsun, 2008-ci ildir, neçə motor? 2.5 sadə motordur, 5 skorusdur. Benzin yox, dizel. 11+1 dizel. Dizel. 11+1. 11+1'dir. Sənəddə də yazılıb, qeydiyyat olunub. Sənəddə də qeyd olunub. Android monitoru var, mexanik sürətlər. Maşın oxusu təzə rəylənib. Motor sıfırdan yığılıb, orijinal zapçaslarla. 2000 kilometr gedib cəmsi. Yürüyüşün sərafları. Özününki 300 neçədir. Amma yığılandan sonra 2000 gedib. 337. 337 milli yürüyüşdür. Çıxaq türdən avtomobili göstərək. Bu da salonun vəziyyətidir dostlar. 11+1'dir. Vəziyyətinə də baxa bilərsiniz. Sərgiyə vəziyyətidir. Təkələri yenidir. Qiymətli istəyir. 24.800 də sahibi qiymətini deyir. Razılaşmaq da olar. Bir əlaqə bilməsi 050 232 72 54. Motorunda yağ azaltma, vurğuları, heç bir şey yox. Tam ideal bir maşındır. Buyurub baxa bilərsiniz. Dostlar, sizə növbəti bir Hyundai H1'i göstərim. Bu da Hyundai H1'dir. 2006 ildir, 2.5 motordur. Salonu vəziyyəti bu cürdür. Məlumatlarını verir ətraflı. 390 min yürüyüşüdür. Qoşa kondisionerdir. Qoşa kondisionerdir. Motor təzə yığılıb, 4 aydır. Motor da təzə yığılıb, 4 aydır yığılıb motoru. Başqa? Vuruğu da, dəyişini tam. Hər şey top kimidir, yox, heç. Yağ azaltma yoxdur ki motorun. Heç nə təzə yığılıb. Qiymətini istəyirsiniz? Qiymət 10 yarım. 10 yarım sahibi qiymətini deyir. İnşallah reallı olsa aşağı yerdə olacaq. Sürülər avtomobili göstərir. Altında 4 tərəfli istəşələr var. Hava görməsin, gəlsin. Bir şeyin içində. 55, 791, 23, 720. Dəyərli izləyicilərimiz, sizə növbəti bir Vito'nu təqdim edeyim. Mercedes Vito sərnişin daşınma üçündür. Mexanik sürətlər qutusudur. 384 min yürüyüşüdür. Neçənci ildir? 2010. 2010-cu ildir. Neçə motor? 111 kuzadır, 2 motor dizel. Məlumatdan verəsiz ətraflı. Qoşa kondisionerdir. Yox, tək kondisioner. Tək kondisionerdir. Android monitoru da var. Dəyişini talvuru da olub. Yox, heç bir şey olmuyor. Motorunu azaltma yoxsa ki? Yox. Salonu vəziyyəti bu cürdür. Dəri salondur. Qiymətini istəyirsiniz? 23 yarımı. 23 yarıma sahibi qiymətini deyir. İnşallah razı olsa aşağıda olacaq. İnşallah. Bir də ala girməsi.
051 319 84 94. 84 94. Təkələri zəifdir. Avtomobilin qabasız. Dostum, növbəti bir avtomobili təqdim edeyim. Bu da Mercedes Vito'dur. Birilən söldən başlayacağıq. 64 tane təkələri var. Avtomobilin arka səsidir. Bir də sahibindən namakan var. İl 2004. 2.2 dizel. 646 111 motor. Mexanik sürətlər. Mexanikadır, bəli. Yürüşün sədir. Yürüyüşü 600. Açın çəkdə qardaşım, çək belə olsun. 636 mildə yürüşdü. Android monitör da var. Qoşa kondisioner, tək kondisioner. Qoşa. Qoşa kondisioner. Kondisioner hər işlə vəziyyətdə. Hər şey işlə vəziyyətdə, hər şey işlə vəziyyətdə qardaşım. Qiymət necə demişdik? 17.000 deyirəm. 17.000 deyil. Razılaşma olur. İnşallah razı olsa alışaydı olacaq. Bir də əlaqə nömrəsi 051 709 0302. 0302. 295 min yürüşlə olan sizə belə bir növbəti Viton göstəreyim. Büyük daşıma üçündür. Mexanik sürətlər qutusudur. Salonumuz parça salondur. Yük daşıma üçündür. Açıldım göstər avtomobili. Söküyüz ayıqsın yoxdur. Altında 4 tane təkələr var. Bunun mazot alsın. Məlumatlarını verə bilərsiniz. 2007-ci ildə maşın BS klaskadır. 646 motor. Motor korobkamız ideal vəziyyətdə. Alan adamda öyle hissiyatını yoxladım. BS klaskadır. Almanya'da Öz adı. Sağlığa kimi çiçək çıxdı. Sürü pastı yoxdur da. Çiçək kimi. Qiymət neçədir? 16.800 deyirəm. Real aldı olsa aşağı eləyədim. 16.800 deyir. Sahibi real az olsa yenə aşağı yerik. Bir də qiymət. Əlaqə nömrəsi Əlaqə nömrə 070 311 0039. normal 39. Sağlam maşındır, heç problem yox avtomobilin. Növbəti yük daşıma üçün Vitonu təqdim edim sizə. Bu avtomat sürətlər qutusundadır. Bu da yük daşıma üçündür dediyim kimi. Salonu vəziyyəti görə bilərsiniz, səriyyə vəziyyətdədir. Yürüşü 232 min. 2008-ci ildir. Avtomobil sürətlər təqdim edim. 64 tane təkələri var. Ekstra longdur. Ekstra long.
Qiyməti 20 mindir. İnşallah qəbul olsa şeydə olacaq. Bəs bunlar dəyişir sağ. Bunu da yapıyorlar. Bunda nə motoru? 111. Qiymətlər aşağı olacaq. Əlaqəsi. Əlaqə nömrə 070 Vol 70 671 1402. Zəngi bununla da əlaqə saxlaya bilərsiniz. Ekstra longdur. Vuruq darda olmuyor. Dostum, növbəti bir Viton təqdim edeyim. Avtomat sürətlər qutusudur. Yürüyüş neçədir? 3 motordur. 3 motordur. 3 motordur yürüyüşü. Probegi. Android monitoru var. Salonu rəsli. Parça salonduğu sərgi əvəzdədir. Monitor salonda da var. Salonda da var. Deyil göstər. İl nədir? İl 2008'dir. Aha. 3 motor avtomat, Benzinli pasajirdir, motor. dizel. Zavodskoy pasajirdir. 612 mili yürüyüşüdür. Qoşa kondisionerdir üstə. Qoşa Qoşa kondisionerdir. kondisionerdir. Slenka qızdırıcıları var. Əlbəttə. Qiymətini istəyirsiniz? Qiymət 20 min. 20 min. Hı. İnşallah razı olsa şey olar. Yüngül olar. Yüngül bir şey olar. Bir daha girməsi dərsən oturmasa. 055 248 9048. 90-48. Sonra üstü avtomobili. Monitör var. Keçiləri yenidir. Falan bileyim. Hoş gördük. $439 min yürüyüşlə olan sizə növbəti bir Viton təqdim edeyim. Sərnişin daşımaq üçündür. Ekstra longdur. Ekstra long, hə, ekstra long 115 Avtomat sürətlər qutusu 115 646. Salonu və dəri salondur. Arxasında da eynən baklava yığılıb. 2008-ci ildir. Vuruq da dəyişinirsən. Bir saniyə. Təkələr təzədir. Arxana baxış təzədir. Arxama başlayırıq, hava biraz sürür. Motorunu yazdım, kardeşim. Yağ yemək, yağ saç eləmək. Qiymətini istəyirsiniz? 24 yarım. 24 yarıma sahibi qiymətini deyir. Neçə aydır gəlib? 2 il. 2 ildir sizlərdən. Yəni heç bir farkı yaşamaz. Yox, yox. Sağlı başında Salakan Türk 33. Bəli. Qiymətini istəyirsiniz? 24 yarım. 24 yarım. Aşağı olsun. Bir daha bir basayım. 055 055 596 596 956. 3956 əlaqə nömrəsidir. Zəng edib sahibinə əlaqə saxlaya bilərsiniz. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Mavano. Opel Mavana Mavana, aha. 2.5 motor turbo dizel. 2.5 motor turbo dizeldir. Ha, ve duşu qabaqdır. Qabaq və duş idi. 7+1'dir. 7+1'dir. Ha, yəni ki, belə deyək də, çox içi genişdir, qəşəng rahatdır. İndi hər şey göstərəcəyik. Motoru çox ideal vəziyyətdədir. Renault motoru dediniz. Necə? Renault motorudur.
motordur? Renault Master. Renault Master. Renault Master. Renault Master. Təşələri təzədir. Təkələr təzə. Televizori yığılıb. Mexanik sürətlər qutusudur. Bəli, mexanikalı 500 koruslu. Zadnın altı skor sayılır. Təşəkkür maşını, ekonomist maşını. İki dənə mexanikası. Şirkət sürür və sənişin daşıma tutur. Qiymət münasib deyilsin. Qiymətin neçə lazım? 10 yarıma deyirik. 10 yarıma deyilsin. Fikri ciddi olan inşallah gəlmiş. Tamam, Gələ bilər. Yerində söhbət eləmək olar. Arka bagaj hissəsi də var. O göstərim yarı bagajdır. Bagaj hissəsi də var. Bir işimiz var da. Aha. Burada da kifayət qədər yeri var. Tamam. Qiymət pis dediniz? 13 Deyil, Onu orada. siyah. Yəni ki, Yalnız olsun, münasib yalnız eləmək olsun. olur ha. İnşallah şimdi müştəri Əlaqə nümunəsini deyəsiniz, əlaqə satın. 055 660 45 19. Motoruna yağ azaltma, azaltma. Yo yo başımla cavablayım motor tarafından hamısına cavab. Bunlar fərqli olsun, siz istərsən qarşılayın. Bəli, bəli, bəli. Yəni heç problemi yoxdur avtomobilin. O sür maşındır. Gəl sürülən maşındır, prosto. Yürüyüş neçədir? Necə? Yürüyüş. 100 420. 420-də yürüyüş. Amma bu gündə sənişin oturur, məsəl arxada. Çox rahatdır. Yəni başqa maşınlardan çox rahatdır. Uzaqlığa gedir. Fikri ciddi olan dostlar, zəng gəlsin, əlaqə saxlasın. Altında da 4 dənə təzə təkərlərdir, zimi təkərdir. Hə? Bəli, bəli. Zimi təkərdir. Opel Mavano. Opel Mavan. 2.5 motor, turbo dizel. Turbosunda zarında problem yoxdur ki. Yo yo, hər şeyinə cavablayım. Turbosu yeni yığılıbdır. Yəni çox gözəl vəziyyətdədir. Çox rahat maşındır. Motor Renault Master-dir. Burada çox adam bilir. Yəni Renault Master-in motorlarında bütün demək olar ki, korobkadır, qravat sistemidir, alt hissəsidir. Bez nomerdir də özü də. Nə istəsəniz qoyura bilərsiniz. Ha, bezon. Qrantlarınız zarında problem Yo yo, Heç hər şey. Hər şey gözəl. Sürü pası yoxdur. Yox, bu maşınlar ümumiyyətlə çürümür. Bunlar Fransa istehsalı olmuşsa, asenkol materiallar, bunlarda çürük olmur. Ümumiyyətlə, Renault olan maşınlarda, yəni ki, Fransa buraxan maşınlar əksəriyyətində aksinkolla, yəni dəmir qarışıq olduğuna görə çürümə orada demək olar ki, sıfıra bərabərdir. Yəni uzun müddətli maşın qalır da, yəni ki, heç bir çürümə olmur. Şöyle dostlar, zəngi əlaqə saxlaya bilərsiniz. Maraqlı bir avtomobildir, sərnişin daşımaq üçündür. Əsl biznes avtomobilidir. Dostlar, növbəti bir Mercedes Vian avtomobili təqdim edir sizə. Android monitoru var. Məlumatlar verəcəm olmasa. Məlumat 2020-dir. 2.2-də 654 motor. Təzə gəlib Almaniyadan. Avtomatdır, o mexanikadır. Bu avtomatda bunu çəkim. Dəri salondur. Qara tavandır. Qoşa konserdir. Bəli. Qiymət neçədir? Qiymət 53 min 53 min. manat. 53 min manat. Aşağı olacaq. İnşallah. Yürüyüşü 292 mindir. Avtomat sürətlər qutusudur. Çölün bir avtomobili. Keçələri yenidir. Əlaqə nömrəsiz. Hə? Əlaqə nömrəsi. 051 628 64 74. Neçə motordur? 2-2. Yağ uzatma yoxdur ki. Yağ uzatma. Qiymət də 53
Növbəti bir Mercedes Viana təqdim edim dostlar. Mexanik sürətlər qutusudur. 300.000 yürüşüdür. Dəyərli salonlandı. Salonlu vəzifəsi bu cürdür. Sərgər bir salonu var. Yeni bir avtomobildir. İl 2018'dir. Nasıl motor? 2 motor, 111, 116. Ha? Qiymət? Götür üstündə qiymət deyilir. Real olsa şurada. Əlaqə nasıl? Həmin nömrədir. 051 64 74. Həmin nömrədir. 4 dənə təkərlər bu maşın altında. Gel motor parası da aldı. Avtomobil var. Kredi mümkündür. Ha? Kredilə mümkündür. Krediyle yok. Böyle vermiyorum. Başka kim istese Növbəti bir Viton göstərim dostlar. Sərnişin daşımaq üçün 287.000 yürüşdür. 2009-cu ildir. Qiymət 25.500-ə aşağı yerdə olacaq. Mexanik sürətlər qutusudur. Android monitoru var. Parça salondur. Salon da sərgər vəziyyətədir. Təşələr ortadır. Əlaqə nasıl? 051 628 64 74. Motorla yağ azaltma. Hiçbir problem yok. Sürü parça. Hiçbir şey. Temiz maşın. Dəyişiklik var burada. Yok yok yok.